Ukrayna ilə Rusiya arasında danışıqlar müxtəlif mərhələlərdə, müxtəlif səviyyələrdə daim aparılır. Məsələn, Abu-Dabidəki olan görüş əlbəttə ki, bu günləri o ümumi sülh prosesi ilə bağlı ciddi məsələlər müzakirə mövzusu olmayıb. Amma başqa kifayət qədər humanitar məsələlər var ki, daima olaraq müzakirə mövzusu olub. Məsələn, hərbi əsirlərin qaytarılması məsələsi. O daima olaraq danışıqlar Ukrayna ilə Rusiya arasında aparılır və biz görürük ki, vaxtaşırı bu hərbi əsirlərlə bağlı hər iki tərəf dəyişikliklər aparır öz aralarında. Hesab edirəm ki, bax bu görüş də çox güman ki, bu cür texniki məsələlərlə bağlı olan, hər iki dövləti maraqlandıran və birbaşa olaraq hərbi əməliyyatlarla bağlı olmayan və böyük siyasi qərarlar tələb eləməyən bir məsələlərlə bağlı olub. Murad bəy, Avropa İttifaqı narazı idi bu proseslərin lap əvvəlindən. Birinci Donald Trump və Zelenski görüşündən sonra da Zelenskinin Ağ Evdə o formada tənqid olunması Avropa İttifaqının narazılığına səbəb oldu. Dedilər ki, sona qədər biz Ukraynanın yanında dayanacağıq, arxasında dayanacağıq, amma Birləşmiş Ştatlarla da əməkdaşlıq qurmaq istəyirik. Bəlli məsələdir ki, Birləşmiş Ştatlar olmadan Avropa İttifaqı bunu tək də bacara bilməz. İndiki mərhələdə yenə Trump bu sənədləri ortaya atdı və indi də Avropa İttifaqı deyir ki, bizsiz masada hansısa bir sənəd ola bilməz. Dəyişikliklər edilir, amma bir çox insanlar, bir çox ekspertlər deyirlər ki, bu dəyişikliklərin edilməsi müsbət haldır. Çünki əvvəlki qəbul edilməzdi. Amma Donald Trump'ın ənənəvi yanaşmasından çıxış eləsək, daha sərt bir sənəd ortaya qoyub, əvvəl qəbul olunmayan, amma daha yumşaq versiyanı qəbul etdirmək istəyidimi bu? Yəni, sənədlər dəyişdirilir bəzi bəndlər, amma yenə də axı Ukraynanın maraqlarına uyğun deyil. Biz məlumat almışıq ki, 28 bəndli sənəddən artıq bir çox bəndlər götürülür və 19 bənd qalıb. Gəh 22 deyirlər, gəh 19 deyirlər. Amma hansı 19 qalıb, bunun açıqlamasını biz eşitməmişik və bilmirik. Əlbəttə ki, Avropa Birliyinin də öz mövqeyi var. Birinci növbədə bütün bu məsələlər birmənalı olaraq Avropa Birliyinin, Avropa ölkələrinin təhlükəsizliyinə təsir eləyir. İkincisi, bu hazırlanan 28 bəndli sənəddə bir çox məsələlər var ki, Avropaya aiddir. Məsələn, Avropa öz qırıcılarını Polşa ərazisində yerləşdirilir. Bu danışıqlar üçün müəyyən mövzu ola bilməz. Ona görə ki, Polşa suveren bir ölkədir və öz ərazisində hansı silahlı qüvvələri yerləşdirilməsi onun öz daxili işidir. Və onun əvəzinə hansısa bir ölkələr, istər ABŞ, Ukrayna, Rusiya qərar verə bilməz. Və yaxud orada göstərilir ki, suveren bir fond yaranacaq, Rusiyanın dondurulmuş maliyyə vəsaitlərindən 100 milyard dolara keçiriləcək, Amerika onu idarə eləyəcək və əlavə olaraq Avropada oraya 100 milyard keçiriləcək. Bilirsiniz, birincisi o pullar, dondurulmuş pullar Avropa nəzarətindədir, Belçika nəzarətindədir və bunun ora köçürülməsi çox ciddi bir hüquqi prosedurdur. Bilirsiniz ki, bu vaxta qədər də o vəsaitlərin banklarda yerləşdirilməsinin təhlükəsizliyi var, zəmanəti var və s. məsələlər var. Bunlar hamısı araşdırılmamış, həll olunmamış belə bir qərarlar verilməsi və yaxud Avropa Birliyi əvəzinə siz də 100 milyard o fonda keçirdəcəksiniz, o fondu Amerika idarə eləyəcək və s. Əlbəttə ki, bu birbaşa olaraq Avropanın öz səlahiyyətlərinə daxil olan məsələlərdir. Həm də bu Avropada yerləşir axı. Brüssel buna cavabdeh olmalıdır. Bəli, bunun qərarını istər yenə də təkrarlam, istər Amerika, istər Rusiya, istər Ukrayna, üçü də arasında razılaşsalar belə həyata keçirmək mümkün deyil Avropanın qərarı olmadan. Yəni biz masada Avropanı görəcəyik bu məsələlər. Əlbəttə ki, bu məsələlərdə Avropanın maraqları var, Avropadan asılı olan məsələləri var.